Stres yalnız böyüklərdə olmur. Stres uşaqlarda da olur və uşaqlarda qarın ağrısı ilə özünü göstərə bilər. Baş ağrısı ilə özünü göstərə bilər. Dırnaqlarını yeyən uşaqlar var. Bu da stresə məruz qalmağın nəticəsində olur. Uşaqlarda əsəbilik, diqqətini toplaya bilməmək və gərginlik və aqressivlik kimi, hətta durduğu yerdə qışqırmaq kimi özünü göstərə bilər. Və uşağın bu problemlərini birinci bilmək lazımdır ki, bunun səbəbi nədir? Yəni, valideynlər çox vaxt uşağın reaksiyasını onun ərköyünlük eləməyi ilə, naz eləməyi ilə izah eləyirlər. Amma bir çox hallarda olur ki, uşaq əslində onların düşündüyü kimi nə naz eləmir, nə ərköyünlük eləmir. Halbuki uşağın bir problemi var. Bəlkə uşaq həddindən artıq diqqətsizlik görür valideynindən və bunun hayfını çıxmağa çalışır o aqressivliklə, o qışqırmaqla, istəyir özünə diqqət çəksin, valideyninin diqqətini, qayğısını çəksin. Bəlkə qayğı görmür kifayət qədər. Ona görə mütləq uşağı dərdini, problemini başa düşmək lazımdır. Hər şeyi ərköyünlüklə əlaqələndirmək lazım deyil.